COP29 çox önəmli qərarlarla yadda qaldı. Bu həm maliyyə hədəfi idi ki, bu 300 milyarddan söhbət gedir və əsas məsələlərdən biri onu 1,3 trilyona çatdırmaqdır. Burada 2027-ci ildən sonra Çinin ən son texnologiyalarını, ən son nailiyyətlərini artıq Azərbaycanın bərpa olunan enerji sahəsinə, istifadə sahəsində tətbiqini müşahidə edəcəyik. 2026-cı ilin yanvar ayının 1-dən etibarən 60 vat və yuxarı gücə malik olan gözlənmə lampalarının istehsalı, satışı və idxalı qadağan edilir. Azərbaycan ötən ilin noyabrında COP29-la iqlimin qorunmasına öz töhfəsini verdi. Almaniyanın Bonn şəhərində baş tutacaq görüşlərdə isə Bakıda qəbul edilmiş qərarların icrası yolunda önəmli addımlar atılacaq. Bəs görəsən bütün dünyanın diqqət mərkəzindəki Bonn görüşləri planetin xilası üçün nələr vəd edir? Almaniyanın Bonn şəhərində COP çərçivəsində keçiriləcək görüşlərin önəmi ondan ibarətdir ki, məhz bu tədbirdə COP29 sədri olan Azərbaycan bir sıra fəaliyyətləri qeyri-formal olaraq Braziliya tərəfinə təhvil verəcək. Azərbaycan bu tədbirə geniş nümayəndə heyəti və zəngin gündəmlə qatılacaq. COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu olan Nigar Arpadarayi bildirir ki, Bonn görüşləri Azərbaycanın COP gündəliyinin icrası baxımından önəmli bir mərhələdir. Bonndakı tədbirin dünyada iqlimlə mübarizə sahəsində önəmi nədən ibarətdir? Bonn görüşləri çox önəmlidir. Çünki burada həm UNFCCC-nin, yəni bu konvensiyanın katibliyinin, həm COP30 komandasının, həm COP29 sədrliyinin birgə fəaliyyəti nəzərdə tutulur. COP29 çox önəmli qərarlarla yadda qaldı. Bu həm maliyyə hədəfi idi ki, bu 300 milyarddan söhbət gedir və əsas məsələlərdən biri onu 1,3 trilyona çatdırmaqdır. Və bu istiqamətdə COP30 ilə COP29 komandası birgə çalışmalıdır. Buna bir roadmap, yəni bir yol xəritəsi qurulmalıdır ki, bu istiqamətdə gedə bilək. Həm bu istiqamətdə təbii ki, fəaliyyətimiz davam edir, həm digər tərəfdən, əgər xatırlayırsınızsa, Azərbaycan 14 təşəbbüs irəli sürmüşdür və bu təşəbbüslər həm dövlətlər tərəfindən, həm qeyri-dövlət strukturları, yəni özəl sektor və digər vətəndaş cəmiyyəti tərəfindən dəstəklənmişdir və bu istiqamətdə bizim işimiz indi də davam etdirilir. Üçüncü istiqamət isə bu sırf olaraq yüksək səviyyəli iqlim çempionu və gənclər çempionunun işi ilə bağlı idi ki, burada da qlobal iqlim fəaliyyətindən söhbət gedir. Yəni özəl sektor necə qoşulur iqlim fəaliyyətinə? Məsələn, vətəndaş cəmiyyəti, şəhərlər, bələdiyyələr, məsələn, akademiya, gənclər. Çünki COP və qlobal iqlim dəyişmələri ilə mübarizədən danışırıqsa, bu tək dövlətlərə bağlı olan bir şey deyil. Bonn görüşlərində əsas istiqamətlərdən biri də özəl sektorun iqlimlə mübarizəyə dəstəyini artırmaqdır. Kiçik bizneslərlə işimiz davam edir, çünki bizim əsas gündəmdə olan məsələlərdən biri də həmçinin o idi ki, məsələn, biz kiçik və orta sahibkarlara necə dəstək oluruq ki, onlar bu prosesə qoşula bilsinlər. Suallardan da biri odur ki, bu böyük məbləğdən, məsələn, maliyyədən söhbət gedirsə, biz necə eləyək ki, necə mexanizm qurulsun ki, bu kiçik sahibkarlar və əslində həssas qruplar və ehtiyacı olan ölkələr bu puldan yararlana, bu maliyyədən yararlana bilsinlər. Yəni, çox qlobal bir mövzudur və biz təbii ki, komanda olaraq bu istiqamətdə çalışırıq. İndi ölkəmizi təmsil eləyirik və bu qlobal bir gündəmi çalışırıq ki, irəli aparaq. 19-23 may tarixlərində baş tutan Panama iqlim həftəsində də iştirak edən Nigar Arpadarayi bu cür tədbirlərlə bütün dünya ölkələrinin iqlimlə mübarizəyə öz töhfəsini verdiyinə diqqət çəkir. CCC-nin, yəni bu katibliyin artıq mandatlı olan tədbirlərinə qoşula bildik və biz COP29 sədri olaraq təbii ki, burada COP29-un tarixi nəticələri haqqında danışırdıq və ümumiyyətlə növbəti mərhələdə nələr olmalıdır, bunları danışırdıq və bütün görüşlərdə, mandatlı görüşlərdə iştirak eləyirdik. Bu görüşlər də təbii ki, yəni böyük bir auditoriya üçün nəzərdə tutulmuşdur. Burada həm qlobal iqlim fəaliyyətinin gələcəyi, həm danışıqlar mərhələsi, həm müxtəlif mövzularda olan müzakirələr idi. Həm də digər bir məqsədimiz o idi ki, Panamanın özünün, məsələn, bu iqlim dəyişmələri ilə mübarizə mövzusuna verdiyi töhfəni müzakirə etmək idi və bu sahədə də çox maraqlı oldu. Çünki biz orada Panamanın bu sayədə gördüyü işləri artıq orada olan o rəhbər şəxslərdən də dinləyə bildik. Azərbaycanda isə Bakı İqlim Fəaliyyəti Həftəsi tədbiri bu il sentyabr-oktyabr aylarında keçiriləcək. Mötəbər toplantıda Azərbaycan dünya ölkələri ilə iqlimlə mübarizə sahəsində öz təcrübəsini bölüşəcək.
Azərbaycan COP çərçivəsində planetin xilası üçün addımlar atmaqla yanaşı, öz yaşıl enerji fəaliyyətini də şaxələndirir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində bu ölkə ilə yaşıl enerji sahəsində 6 sənəd imzalandı. Bu sənədlər ölkənin yaşıl enerji potensialını reallaşdırmaq üçün geniş imkanlar yaradır. İmzalanan sənədlər konkret layihələrin icrasını ehtiva edir. Energetika Nazirliyi yanında bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Aygün Əliyeva bildirir ki, sənədlərə əsasən Qobustan, Xəzər dənizi, Böyük Şor gölündə günəş və külək elektrik stansiyalarının inşası planlaşdırılır. Aygün xanım, Çin şirkətləri ilə bu yaxınlarda 6 müqavilə imzalandı. Bu müqavilələr hansı çərçivədə imzalandı və Azərbaycanın yaşıl enerji gündəliyində onların önəmi nədən ibarət olacaq? 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi Universal International Holdings ilə bağlanmış investisiya müqaviləsini misal gətirə bilərik. Çünki investisiya müqaviləsi niyə önəmlidir? Bu artıq layihənin baş tutduğunu və qanunvericilik çərçivəsində bağlanmalı müqavilələrdən biri olduğunu göstərir və burada dövlət artıq öz öhdəliklərini öhdəsinə götürmüşdür. Digər müqavilələrdən biri də China Energy ilə bağlanmışdır ki, bu da ilk dəfə olaraq Xəzər dənizinin də dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi istiqamətində ilk addımlardan biridir. Burada həmin layihənin həyata keçirilməsinin qiymətləndirilməsi, Xəzər dənizdə külək potensialının qiymətləndirilməsi və ən önəmlisi bu qiymətləndirməni aparmaq üçün küləyin ölçmə fəaliyyətinin aparılması üçün eksklüzivlik şərtlərinin bu müqavilədə öz əksini tapmışdır. Müqavilələrə əsasən, layihələrin bir qisminin tərəfdaşı isə Azərbaycanın Sokar Green şirkəti olacaq. Böyük Şor gölü üzərində 100 meqavat gücündə üzən günəş panellərini misal gətirə bilərik. Bu Datang şirkəti ilə, China Datang ilə bağlanmışdır ki, 30 meqavat gücündə batareya saxlanıcı sisteminin də həyata keçirilməsini nəzərdə tutur bu layihədə. Eyni zamanda bizim yerli şirkətimiz Sokar Green ilə China Datang və Power China ilə birgə dənizdə külək enerjisinin layihələrinin həyata keçirilməsi üçün anlaşma memorandumu da imzalanmışdır. Çin şirkətləri zaman keçdikcə Azərbaycan bazarında daha çox təmsil olunacaqlar. Bu isə Azərbaycana xarici investisiya hesabına yaşıl enerji sahəsində daha böyük irəliləyiş fürsəti yaradır. Birinci mərhələdə 2 giqavata qədər gücün şəbəkəyə ötürülməsi nəzərdə tutulmuşdur. Bu sahədə artıq işlər başa çatmışdır. İstər torpaq sahələrinin müəyyən olunması, istərsə də şəbəkədəki problemlər aradan qaldırılmışdır. Adı çəkilən layihələrə gəldikdə isə burada Çin şirkətlərinin artıq ikinci mərhələdə, yəni 2027-ci ildən sonraki mərhələdə şəbəkəyə qoşulması nəzərdə tutulur. Önəmi ondan ibarətdir ki, artıq ikinci mərhələdə biz Çin şirkətlərini meydanda görəcəyik. Burada 2027-ci ildən sonra Çinin ən son texnologiyalarını, ən son nailiyyətlərini artıq Azərbaycanın bərpa olunan enerji sahəsinə, istifadə sahəsində tətbiqini müşahidə edəcəyik. Birinci mərhələdə həyata keçirilən, cari vəziyyətdə həyata keçirilən layihələrdə avadanlıqların, qurğuların təchizatçıları və əsas podratçı şirkətlər olaraq adları çəkilən Çin şirkətlərinin müəyyən bölmələridir. Lakin ikinci mərhələdə artıq müqavilələrdən də göründüyü kimi 2027-ci ildən sonraki mərhələlərdə Çin şirkətləri təchizatçı və podratçı kimi deyil, artıq investor kimi bərpa olunan enerji sahəsinə öz töhfələrini verəcəklər. Azərbaycanın ölkənin yaşıl enerji bazarına cəlb etdiyi Çin şirkətləri isə öz ölkələrində bu işin ən yaxşılarıdır. Onların hər biri yeni innovasiyaların tətbiqi və daha az istehsal xərcləri ilə dünyada öndə gedən şirkətlər hesab olunurlar. Adı çəkilən şirkətlərin Çin bazarında reytinqləri nələrdir? Bunlar Energy China, Power China, Datang şirkətləri Çinin ən iri dövlət şirkətləridir. Və bu şirkətlər hal-hazırda həm Çində, həm də dünyanın digər ölkələrində, o cümlədən bizim regionda çox böyük layihələrə imzalar atmışdırlar. Burada investisiya layihələrini xüsusi qeyd etmək lazımdır. Biz təkcə adları çəkilən şirkətlərlə əməkdaşlıq etməyəcəyik. Hal-hazırda bunlarla əməkdaşlıq edirik, amma eyni zamanda gələcəkdə Tibeya, Sungrow kimi böyük şirkətlərlə, həmçinin günəş panellərinin istehsalçısı kimi dünyada tanınan Lonke şirkəti ilə çox yaxşı yaxından əməkdaşlıq nəzərdə tutulur və bu istiqamətdə danışıqlar həyata keçirilir və göründüyü kimi bu şirkətlərin hamısı nüfuzlu, dünyaya məlum, bərpa olunan enerji mənbələri sahəsində sözlərini demiş iri şirkətlərdir.
Çinin yaşıl enerji şirkətlərinin Azərbaycanda fəaliyyəti Xəzər-Qara dəniz arasındakı yaşıl enerji koridorunun əhəmiyyətini daha da artırır. Gələcəkdə bu enerji koridoruna digər Asiya ölkələri ilə yanaşı Çin də qoşula bilər. Azərbaycanın təşəbbüsü ilə Qara dənizdən keçən kabel xəttinə gələcəkdə Çin və Asiya ölkələrinin qoşulması ehtimalı var. Hal-hazırda gündəmdə olan sualdır. Bir neçə interkonnektorlar üzərində işlər intensiv olaraq davam etdirilir. Bunlardan mətbuatdan da sizə məlumdur. Hal-hazırda Xəzər dənizi, Qara dəniz və Avropa interkonnektorları ən öndə gedən interkonnektorlardır. Artıq mühüm işlər görülmüşdür. Belə ki, artıq bir müəssisə yaradılmışdır. Hal-hazırda Buxarest şəhərində fəaliyyət göstərirdir. Beynəlxalq məsləhətçi şirkətin cəlbi ilə texniki iqtisadi əsaslandırmanın hazırlanması yekunlaşmaq üzrədir. Bu iqtisadi əsaslandırma hazırlandıqdan sonra artıq orada həm özəl, həm dövlət şirkətlərinin cəlbi məsələsinə baxılacaqdır. Bu qiymətləndirilmələrdən sonra da əlbəttə Çin şirkətlərinin burada iştirakı məsələsinə baxılacaqdır. Amma bir şey də qeyd etmək lazımdır ki, Çin şirkətləri çox böyük maraq göstərir buraya. Nəyə görə? Çünki bunlar çox mürəkkəb bir layihədir. Həm texniki baxımdan mürəkkəb olduğu üçün, burada kabellər, digər avadanlıqlar, qurğular olduğu üçün Çin şirkətləri həm investor, həm də təchizatçı olaraq çox böyük maraq göstərirlər. Son sözü isə əlbəttə ki, son qiymətləndirmələrdən sonra deyə biləcəyik. Çin şirkətlərinin Azərbaycanda icra etdiyi layihələrin maliyyəsinin bir qismini şirkətlər özü, qalan hissəsini isə beynəlxalq maliyyə institutları təmin edəcək. Azərbaycan isə xarici investisiya hesabına istehsal edilən yaşıl enerjinin böyük qismini ixraca yönləndirəcək. Çünki hazırda ölkədə istehsal olunan elektrik enerjisi daxili tələbatı tam ödəməyə qadirdir. Yaşıl enerji sahəsində mega layihələrin icrası daha bir məsələni gündəmə gətirib. Bu isə hazırda ölkədə istifadə olunan elektrik enerjisinin səmərəliliyinin artırılması, yəni enerjidən istifadədə əlavə itkilərin qarşısını almaqdır. Bu istiqamətlərdə işləri isə 2021-ci ildə qəbul edilən enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanunla tənzimlənir. Qanuna əsasən enerji səmərəliliyinin 3 kateqoriyada təmin edilməsi planlaşdırılır. Bunlar binalar, iqtisadi sahədə fəaliyyət göstərən obyektlər və ev təsərrüfatlarıdır. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, il ərzində müəyyən edilmiş normadan çox enerji sərf edən təsərrüfatlarda prosesin daha səmərəli reallaşması üçün enerji idarəçilərinin təyin edilməsi qərarı alınıb. İllik enerji istehlakı 250 ton neft ekvivalentinə bərabər olan və ya yuxarı istehlaka malik olan qeyri-yaşayış binaları və ya da tikinti sahəsi ən azı 10.000 kvadrat metr olan qeyri-yaşayış binalarında, həmçinin illik enerji istehlakı 1000 ton neft ekvivalentinə bərabər olan və yuxarı olan təsərrüfat subyektlərində enerji idarəçiləri təyin olunması zəruridir. Və bildirmək istərdim ki, bu istiqamətdə hər il xüsusi meyarlara cavab verən təsərrüfat subyektləri və qeyri-yaşayış binaları müəyyən edilir və bununla yanaşı mən bildirə bilərəm ki, artıq Azərbaycanda müxtəlif bina tipologiyasına görə uyğun gələn qeyri-yaşayış binalarında enerji idarəçiləri təyin edilmişdir və təyin edilmə prosesində də olan binalar mövcuddur. Eyni qaydada da iqtisadi sahələrdə də, yəni təsərrüfat subyektlərində də enerji idarəçiləri artıq təyin edilmişdir. Müasir dövrün ekodizayn tələblərinin təmin edilməsi və enerji etiketlənməsi üçün 7 dövlət standartı da müəyyən edilib. Enerji səmərəliliyi üçün önəmli yeniliklərdən biri isə ənənəvi közərmə lampalarının istifadəsinin, istehsalının və satışının qadağan edilməsidir. Közərmə lampalarından istifadə edilmənin qadağan edilməsi hansı zərurətdən irəli gəldi? Közərmə lampaları ən yaxşı halda istifadə müddəti 5 aydırsa, LED lampaların istifadə müddəti 7 ilə qədər uzaya bilir. Və artıq burada 7 il ərzində cəmi bir LED lampasına 6 manat xərcləyirik. Ancaq közərmə lampasına hardasa 10 manata yaxın bir dəfələrlə, hardasa 17 dəfə günlük normal nəzərə alsaq, 17 dəfə dəyişmək məcburiyyətində qaldırıq deyə birbaşa biz iqtisadi səmərəsizliyi orada görürük. Eyni zamanda bir közərmə lampası 60 watt enerji istehlakı etdiyi təqdirdə LED lampalarında bu 7 wattdır. Yəni eyni işıq serinə uyğun olaraq nümunəni sizə təqdim etmək istədim. Burada isə əsas önəmli faktor ondan ibarətdir ki, bizim istifadə etdiyimiz 7 il ərzində enerji istehlakına baxsaq, közərmə lampasının enerji istehlakında necə səmərəsiz olduğunu birbaşa görə bilir. Bu da birbaşa təbii ki, vətəndaşın büdcəsinə təsir edən amillərdən biridir.
Közərmə lampalarına qoyulan qadağalar isə 2026-cı ildən tətbiq ediləcək. 2026-cı ilin yanvar ayının 1-dən etibarən 60 vata yuxarı gücə malik olan közərmə lampalarının istehsalı, satışı və idxalı qadağan edilir. Daha sonra isə həmin ilin iyul ayının 1-dən etibarən 60 vata qədər gücə malik közərmə lampalarının satışı, idxalı və istehsalı qadağan ediləcəkdir. Binalarda enerji səmərəliliyinin tətbiq edilməsi üçün də beynəlxalq standartlara uyğun təcrübədən istifadə olunacaq. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilmişdir. Bu norma binaların enerji istehlakı cəhətdən sinifləndirilməsini özündə əhatə edir. Belə ki, müvafiq qərara əsasən binalar artıq A sinifindən E sinifinə doğru ən yüksək enerji səmərəli bir bina anlayışıdır. E-yə doğru azalma müşahidə olunur və normal qəbul edilən enerji sinifi isə C sinifinə cavab verməlidir bir bina. Bir digər məsələ isə məcburi enerji auditinin keçirilməsidir ki, az öncə qeyd etdiyim xüsusi meyarlara uyğun gələn qeyri-yaşayış binaları və təsərrüfat subyektlərində müvafiq qanunvericiliyə əsasən 3 ildən bir məcburi enerji auditi keçirilməlidir. Bununla əlaqədar enerji səmərəliliyində ekosistemin dayanıqlılığının təmin edilməsi məqsədi ilə enerji auditi fəaliyyəti ilə məşğul olacaq təşkilatların yaradılmasında iqtisadi fəaliyyət növü üzrə iqtisadi fəaliyyət kodu da əlavə edilməsi təmin edilmişdir. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun səmərəli istifadəsi də əlavə imkanlar yaradacaq. Qənaət edilən enerji ya müxtəlif sahələrə yönəldiləcək, ya da ixraca istiqamətləndiriləcək. Bu isə dövlət büdcəsinə əlavə gəlirin gəlməsi deməkdir.